Şerefin tuttunuca Azerbaycan oldu feda Azerbaycan'a şirin canım. Torpaq öz uğrunda şehit verdikçe ucalar, karıştı torpaq ile sondan makandan. Sen canını qeyrətini korumak için verdin, millet için, xalqın için, torpaq için verdin. Vətən sağ olsun dedin, öldün vətən uğrunda. Ölmedin əslində, şəhid olmaq üçün verdin. Bizdə nə qorxu, nə təlaş, ədalət haqdır bu savaş. Mən öz vətənimi sevmişəm, vətən sağ olsun demişəm. Bugün kendimizin igid oğlu Cəbrayıl Qasımovun əziz xatirəsini yad etmək üçün toplaşmışıq. Onun qəhrəmanlığı bizə hər zaman qürur mənbəyi olacaqdır. Gəlin bir dəqiqəlik sükutla bütün şəhidlərimizin ruhunu yad edək. Tədbirin açılışı üçün sözü məktəbin direktoru Sağbala müəllimə verilir. Əziz tədbir iştirakı. Biz bu günləri vətənimizin, ölkəmizin, kəndimizin igid oğlu Cəbrayıl Qasımovun şəhidliyinin 5 illiyini qeyd edirik. Bu bizə nə qədər azı olsa da biz bunu keçirməyə, bizim borcumuzdur, başımızın borcudur, ölənə kimi də biz borcu yerinə yetirməliyik. Cəbrayıl Qasımov haqqında danışmaq çətindir, çünki onun atası da 1-ci Qarabağ müharibəsinin ən fani
əkslarından olub, üst bazının bir qardaşıydı. 2020-ci ilin o ağır oxtiyanlı günləri bizim heç vaxt yadımızdan çıxmayacaq. Kəndimizin 2020-ci il müharibəsində ilk şəhidi Cəbrayıl Qasımov oldu. Cəbrayıl Qasımov biz nəsillərin atasının eləyə bilmədiyi qəhrəmanlığı bizim övladlarımız, balalarımız elədi. Baxılaraq, atası da 4-5 il, 6 il o Qarabağ müharibəsi, birinci Qarabağ müharibəsi iştirakçısı oldu. O vaxtı bizim gücümüz zəif idi. Ermənilərin arasında çox böyük qüvvələr dayanmışdı. Biz o qələbəyə nail ola bilmədik, ancaq bizim övladlarımız bu qələbəni bizə bəxş elədilər. Özləri şəhid olsalar da o qələbəni bizə bəxş elədilər. Çətindir, çox səsini danışmaq. Çünki Cəbrayıldan sonra bizim bu kənddən ardızıq 3 şəhidimiz gəldi. Hamısı vətənimizin, kəndimizin, elimizin iki doğulanları idi. Bunlar getdilər Qarabağa, qaytardılar. Vətənimizin suverenliğini bütövlüyünü bərpa elədilər. Özləri qayıtmadılar. Nə qədər də acı olsa da onların qəhrəmanlıqları heç vaxt bizim yaddaşımızdan, bizim qəlbimizdən getməyəcək. Abad olaraq demək, artistlarımız bilirsiniz. Siz şagirdlər, siz cavan nəsil onları unuda bilməzsiniz. Borcunuz onları unutmamaqdır. Hər bir şagirdimiz məktəb həyatına girəndə, sabitdə sağ tərəfə boylananda o 6 qəhrəmanımızın hamısının şəkilləri oradadır. Onlar bizimlədir, bizimlə olub, bizimlə olacaqlar. Allah şəhidlərimizi rəhmət eləsin. Allah valideynlərimizə, hamımıza səbir versin. Cəbrayıl bizlə həmişə yaşayacaq. Allah rəhmət etsin bütün şəhidlərimizə. Və duyğularını paylaşması üçün şəhid Cəbrayıl Qasımov valideynlərini və digər şəhid yaxınlarını dəvət edirəm. Bu mərasim hazırlananda təşkilatçılarına çox sağ olun deyirəm. Sizə razı olsun ki, bu təşkili əksəz etmişsiniz. Hamıza minnətlərəm. Allah sizlərdən razı olsun. Mən bir şey sizə bildirmək istəyirəm ki, düzdür. Vətən bizimdir, onu qorumalıyıq. Və qoruyacaq da günlər də belə, alıqlardan gələcək. Bizdən sonra gələn nəsiller, zaman, balaca balalar, filan balalar. Cəbrayıl tək deyil, amma ürək yox. Tək ona baxmayaraq ürək yox. Və o öz könlünü, hətta yəni ki, uşaqlar bilməsə də kökünə bilirlər ki, olur. Nişanlısı qaldı, burada nişanlayıyorum ki, ona mən ölməyim. Müraciət edilmək görmüyorum, sən nişanlısan gitmə. Dedi, yox, ata, vətən əldən gedəcək, burada nə nişanlı var, nə ana var, nə ata var, vətən əldən gedirsən, mən gitməyim. Çox xaş edim, çox yalvardım, amma mənim iş. Hətta o məndən küçükün vəziyyətdə getdi, məndən küçüküncüdür. Amma gənə ürəkli oğlan için o vəziyyətdə nişanlısını qoydu, anasını qazını qoydu. Vətəni haraydı. Yəni ona qonaqlı sizə bildirməkdə gəlmək istəyəm o ki, siz də filan var, cavan yeni getmələr, siz də ürəkli olmalısınız. Və siz həmişə bu şəhidlərimizi, bu balaların ürəkdə qəlbinizdən yaşatmalısınız. Şəhidlər ölmür, düz deyirlər şəhidlər ölmür, amma şəhidlər o vaxt önce oyundularlar. Sizə gəl şəhidlərimizi unutmasınız. Bu vətən yolunda canından keçən, qanından keçər. Bu bayrağı dünyaya tanıtları o şəhidləri unutmasınız. O şəhidlər həmçə yaşayacaq. Nə qədər bizim vətənimiz var, nə qədər Azərbaycan var, o şəhidlər yaşayacaq. Çox sağ olun, hamıza təşəkkür edirəm. Bu tədbirdə iştirak edildiyinizə görə minnətdarım. Sağ olun.
tədbir işçilərini salamlayıram. Başda Səhbana müəllimə, müəllim olduğu üçün üzr istəyirəm. Təşəkkür edirəm. Xanımlara təşəkkür edirəm. Bizim balalarımızı unutmurlar. Allah onları unutmasın. Cəbrayıl günlərinin axırıncı danışırım. Okuyamın danışırız danışırım. Allah'ın istemiyle geçeceğiz. Ama bir de bu dünyaya sözüm var. Derim, mesele değil ki şu an yalan dünya. Oğlum Cebrail elinden alalım dünya. Bizim mektep uşaklar bilmeye geçiyor. Cebrail Bey sahipti, masumdu, müqəddəsdi, bir doğrusu seyit balamızlar şəhid oldular. Şəhidləri unutmaq olmaz. Meşimiz olarız. Sayəsində bu gözəl ölkəmizdə yaşayırıq, nəfəs alırıq. Bütün bunu analar da bilməlidir, atalar da bilməlidir ki, biz başımızı dik tutmalıyıq. Beşinci, bizim oğlanlarımız şəhid olubsa, vətən uğrunda olub. Şəhid olub, başqa bir yolla ölmədilər onlar. Ona görə də sizə təşəkkür edirik. Bu tədbiri qurmaqdan səhələ çox sağ olun, biraz danışmaq çətindir. Cəbrayıl bacıların ağları qoydu gitti. Dəvizlədim. Bağlayım üçün çox çətindir danışım. Cəbrayıl Qasımovun şəhadətə uzanlığı 5-ci il dönümüdür. Bir evin işığı sönüb. Bir evin tək oğlu Cəbrayıl Qasımov şəhadətə uzanıb, şəhid olub. Allah şəhidlərimizi rəhmət eləsin. Uca Tanrım onların yerini İmam Hüseynindən ayrı salmasın. Söz yox, onları Allah istəyib, onlar Allahın dərgahındadılar. Fatma Hanım, sən deyirsən ki, yalancı dünya. Dünya ölümü kim dünyasıdır, düzdür. Heç kim bilmir bizim alnımıza nə gələcək, biz necə öləcəyik. Ölüm qismət halında yazılır, bilinmir necə öləcək. Amma onu bilmək lazımdır ki, hər oğul bayrağa bükülmür, hər oğul şəhadətə ucala bilmir. Özümə təsəlli eləyə bilmədiyim sözü mən sizə necə təsəlli edim, heç bilmirəm. Uzun ömür mü arzulayım? Ömrümüzün mənası qalmayıb. Sağlam can büyük. Ürəkdən yaralanmışıq. Ürəyimiz yaralıdır. Bizim ürəyimizin yarasını heç bir yara bəndi, heç bir dərman sağaltmayacaq. O ancaq bizə son mənzilə gedib öz oğlumuza qovuşan vaxtı sağlayacaq. Allah şəhidlərimizi bir daha rəhmət eləsin. Məqamları ucadan uca olsun. Xatirəsinə həsr etdiyimiz videoçlarla davam etdiririk. Azerbaycan halkı mutluluğa uğrunda çok canlar feda etti. Minillikler doğru vətənpərvərlik nümunələri göstermiş, her zaman öz torpaqlarını, müstəqilliyini ve azadlığını korumak için mübarizə aparmışdır. Qarabağ müharibəsi ise bu değerlerin en parlaq təcəssümünə çevrildi. Şehitlerimizin kanı, qazilərimizin şücaəti, ordumuzun gücü və xalqımızın birliği sayesinde torpaqlarımız düşmən tapdağından azad edildi. Bu azadlıq yolunda döyüşən qəhrəman oğullar arasında öz şücaəti, fədakarlığı və vətən sevgisi seçilən igidlərdən biri də Cəbrayıl Qasımov olmuşdur. Vətənin azadlığı və torpaqlarımızın bütövlüyü naminə canını fəda edərək ölməsinə sirvəsinə ucaldı. Hər igidin bir arzusu, hər oğulun bir amanlığı olur. Cəbrayıl Qasımovun arzusu vətənə xidmət edir. O uşaq yaşlarından torpağına bayrağını dərli sevgi bəsləyirdi. Büyüdükcə bu sevgi daha da büyüdü. Vətən sevgisi onun həyat yoluna çevrildi. Hərbi xidmətə yollananda gözlərində nur, addımlarında inan
əvvəli həyatda oldu. Qarabağın azadlığı uğrunda döyüşlərdə bu sıralardan qəhrəmancasına şəhid oldu. Şəhidlik, bu məqam adi ölüm deyil, əbədiyyətlə yüksəlişdir. Onlar daim qəlbimizdə yaşayacaq, heç zaman unudulmayacaq. Ruhun şad olsun şəhid, vətən səni yaşadır. Hacıyev bibisi sonra xanımı dəvət edirəm. Müqəddəs Allah'ına geldiğiniz için teşekkür ediyorum. Bilallah Fatıma Hanım'a tebrik ediyorum. Şehit analarına, adına müqəddəs tavsiyede Bilallah onunla muharebede edildi. Ekler yalnız koyduğum bir saat dövüştü oldu. Elhamda zerreler dünyaya gelmemiş, ne sahip ne zerreler, ne evlerdi ki bir olmazdı, bir olsa. Burada sabır duyuyorum. Gider, lay lay gider. Ne çabadılar, kardeşsiz kalır. Analar oğulsuz kalır. Yiğidlere lay lay diyerem. Şehidlere lay lay diyerem. İtkin düşem bir kahire. Mektebi yarım sık koyar. Müqəddəsə lay lay diyerem. Şehide lay lay diyerem. Anasını ağlar koyar. Hayatını solgun eden farize lay lay deyirəm, şəhidlərə lay lay deyirəm. Atasını oğulsuz eden Cəbrayla lay lay deyirəm. Arzusu məkdə qalan məsuma lay lay deyirəm. Sahilə lay lay deyirəm. Anasının hacını salan sahile lay lay deyirəm. Atasını oğulsuz eden sahile lay lay deyirəm. Atasının belinden sahile lay lay deyirəm. Yarın yarın sıkmaya sahile lay lay deyirəm. Mekteplerde adı kalan, üçe boy derde salan, şehide lay lay deyirəm, şehide lay lay deyirəm. Toy qiyamətdə qalan, Cəbrayla lay lay deyirəm, müqəddəsə lay lay deyirəm, farizə lay lay deyirəm, məsuma lay lay deyirəm. Müqəddəsə lay lay deyirəm, mən subrayam şəhidlər. Müqəddəslərə bir bilirəm, sizlərə lay lay deyirəm. Qardaşsızam şəhidlərim, özümə lay lay deyirəm. Şəhidə lay lay deyirəm, igidlərə lay lay. Göyde uçan kuşlar bugün şehidlere yaz saklayır. Şehit sahibin anası balası üstüne ağlayır. Şehidinin balaları bağrına basıp ağlayır. Yer ağlayır, göğe ağlayır. Şehidin yarı ağlayır. Şehitlerin yarasını göyde melekler bağlayır. Bibilərim məyus olub, bacılarım gül tək solub,
hayatı da viran olur. Yer ağlayır, göğe ağlayır, Cebrail'in anası da bugün Cebrail'i ağlayır. Yer ağlayır, göğe ağlayır, şehirlerin kanını görür, akar sular da ağlayır, şehit sahibin derdine, şehitler ruhu ağlayır. Müqəddəsim gibisiyəm, mən də bir gün gedəsiyəm, yaddan çıxarsalar məni, şəhidimin gibisiyəm. O dünyada görəsiyəm, dərd qəmini deyəsiyəm, qardaşımdan əmanətdir, məni nədən qoyur. Qalan, küçə boyu sıralanan, ürəklər dərdə salan, şəhidə vay vay. Boynu qiyamətə qalan, qardaşlarım belini qıran, xəyalını dərdə salan. Dəstə, mən dərddən oldum xəstə, şəhidlər canım verdi, vətəndə torpaq üstə. Əzizim qalanlar, bu tufağı salamlar, getdi vətən qorumağa, dağda, daşda qalanlar. Əzizim haray yeri, el yeri, haray yeri, igidlər şəhid oldu, durmayın haray yeri. Əzizim lalam balam, düzlərdə lalam balam, qəlbimə bir o saldız, olmuşam lalam balam. Sağ olasın. Dayısı Cəbrayilin həsr olunmuş şeiri təqdim etməsi üçün Pərviz və Tünzaləni dəvət edirik. Şehit anası, mən də sənin bir balam, olmasam da qəhrəman, Şuşa tərbətin alan, salam şəhid atası, sən necə də qırılırsan, dağ boyda oğlun gedib, yenə də dik durmuşsan, asla basa torpağa, orada şəhid nəfəsi var, qanı qarışıb palçığa, sönmüş şəhid həvəsi var. Can oldu, elan oldu, Xocalı talan oldu, Qaza zaman baxmadılar, Allahdan qorxmadılar, necədən asmadılar, qaldı analar yaralı, can Xocalı, can Xocalı. Məzardan İslamət yağışdan qardan, indi boylanır sarı soyuq məzardan. Şehrin var sənə, igid qəhrəman şəhid. Can vermişsən vətənə, haqqın danılmaz sənin. Arzun idi şəhid olmaq, oldun arzuğa layiq, şəhadətin mübarək, şəhid Qasım Azərbaycan. Yağışdan qardan, indi boylanırsan soyuq məzardan. Keçirir illəri ötürür bayım, indi məzarına gəlirəm dayım. Necə də bu basıldı dünyanın ömrü, girişik gəlirəm bunu ot kötür. Girişik gəlirəm bunu ot kötür. İçib gözlərimdə yaşları sayım, indi məzarına gəlirəm dayım. Ruhunu Rəbbimə tapşıraram mən, yansa da ayrılıb yolunda sinəm. Rəhmət olsun gözəl ruhunun payı, təsəlli Tanrıya qondu dayı. Vətən torpaqlarını qoruma bildi. O bu arzusu ilə yaşadı və onu ən ali zirvədə, şəhidlik zirvəsində tamamladı. Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Bugünkü azadlığımız, bayrağımızın ucalığı məhz belə qəhrəmanların sayəsindədir. Gəlin bu qəhrəmanların dilindən hazırlanmış kompozisiya ilə tədbirimizi davam etdirək. Mən ölmədim, mən xalqımın qəlbindəyəm, hər qarış torpaqda mən varam. Mən müqəddəsəm, mən vətən üçün döyüşdüm, vətən üçün can verdim.
Azəri müəllim, Yafes müəllim, buyurun. Bütün təbrik iştirakçılarına, şəhid valideynlərinin, şəhid ailələrinin qarşısında baş əyirəm. Ərəb kəndi Azərbaycanda bəlkə də nadir kəndlərdəndir ki, balaca kənd olmasına baxmayaraq çox sayıda şəhid. Bu onu göstərir ki, bu kənd vətənpərvərliyi törənir. Bu kənd mənim üçün də doğmadır. Az müddət olsa da bu kollektivdə fəaliyyət göstərmişəm, bu məktəbdə fəaliyyət göstərmişəm. Özümə doğma hesab edirəm. Düzdür, bütün tədbirlərdə gəlib iştirak edən bir-birik işlərimizin çox uğurla bağlıdır. Bugün qismət olduqda işlədik edirik. Bir daha deyirəm, şəhidlərin qarşısında baş əyirəm. Nə qədər minnətdarlıq eləsək də, nə şəhidlərin, nə olan valideynlərin, yaxınların borcu ödənməsin. Bugün bizim başı dik, alnı açıq gəzdiksə şəhidlərimizin sayəsidir. Allah onları rəhmət eləsin deyirik, ancaq onları yox, bizim rəhmət eləyəcək. Çünki şəhidlik elə bir zirvədir ki, Allah Taala özü Quran-ı Kərimdə buyurur ki, şəhidlər öldüyünü bilməzlər. Ona görə bir daha qarşılarında baş əyirəm, vətən durduqca, Azərbaycan xalqı durduqca onları qürur edəcəkdir. Sağ olun. Bizim məktəbimizin 3-cü sinif şagirdi Zəhranı dinləyəcək.